Salam əziz həmkarlar. İnklüziv təhsil sınaq izahı. İnklüziv təhsilin faydalarına aid deyil. Bütün uşaqlarda prosesin bir hissəsi olmaları haqqında bir fikir yaradır. Doğrudur. Bu inklüziv təhsilin faydasıdır. Uğurlu inklüziv şagirdin yalnız zəif tərəflərini göstərir ki, bu da inkişafa səbəb olur. Yalnız zəif tərəfləri yanlışdır. Deməli 1-2. Valideynləri təlim prosesinə cəlb edir, doğrudur. Müxtəlif qabiliyyətli uşaqlar müxtəlif sinifdə yox, eyni sinifdə öyrəndiyi üçün motivasiya uyğun olur. Deməli oldu 2-4 A variantı. 7-ci sinif şagirdlərinin birinin yerimə əngəli var. Müəllimin hansı yanaşmaları təlim prosesi üçün uğurlu hesab edilə bilər? Müəllim inklüziv mühit yaratmalıdır, doğrudur. Yerimə əngəlli bir şagirdin sağlamlıq məhdudiyyəti olmayan sinifdə təhsil alırsa, deməli burada inklüziv mühiti yaradır. 1. Müəllim dəstəkləyici mühit yarada bilər, doğrudur. Şagirdi dəstəkləməlidir. Sağlam psixoloji sinif otağı yaratmalıdır. 2. Diferensial mühit yaratmalıdır, səhvdir. Fəaliyyəti stimullaşdırmayıb, səhvdir. Deməli oldu burada 1-2. Təlim məzmununun şagirdə ötürülməsi ilə bağlı olan məsələdir. Öyrənmədə çətinliyi olan şagirdlər üçün dəstəkləyici vasitə hesab edilə bilər. Məsələn, bir məlumat var kitabda, baxırsınız ki, o kitab yetərli deyil. Yəni, öyrənmədə çətinlik çəkir şagird. Bu zaman əlavə, sadə versiyasını verib şagirdi öyrədə bilərsiniz. Bu, əlavə təlim materialları ilə təmin etməkdir. Qrupları müəyyənləşdirən zaman müəllim şagirdin istəyini nəzərə alaraq bölünmə edir, fəaliyyəti müəyyən edin. Əlavə təlim materialları xeyir, müxtəlif qiymətləndirmə üsulları xeyir, şagirdlərin istəklərini nəzərə alırsa, deməli şagird yönümlü təlimdir. Bu da olur korporativ öyrənmə C variantı. Adaptasiya edilən tapşırıqlar xeyir, sintezi öyrənmə xeyir. Müəllim dərs ilinin əvvəllərində şagirdləri ilə bərabər qaydalar hazırlayır və özü də bunlara əməl edir. Fəaliyyəti müəyyən edin. Nə üçün? Qayda hazırlayıb, qaydaya özü də əməl edir ki, hər hansı bir davranışların qarşısını alsın. Pozcu davranışlarının qarşısını almaq üçün plan qurub və özü də əməl edir ki, şagird müəllimə baxıb, müəllimin elədiklərini təkrarlasın. Yəni, model, müəllim şagird üçün bir model olur. Müəllim dərsin məqsəd və fəaliyyətlərini öyrənmə çətinliyi olan şagirdlərin ehtiyaclarına uyğun tənzimləyə bilər ki, həmin şagirdlər tədrisə cəlb olunsun, adaptasiya edilən tapşırıqlar. İnklüziv mühit olan məktəbə aid deyil. Hər kəsin fərqli yanaşması olduğu qəbul edilir, doğrudur. Öyrənməni dəstəkləyən amillər mövcuddur, doğrudur. Yenilikçi və yaradıcı mühit doğrudur. Fərdi yanaşma prinsipləri doğrudur. Sinifdə bütün öyrənməyə malik olan eyni tapşırıqları vermək yanlışdır. İnklüziv şagird varsa, ona biraz asan tipli tapşırıqlar vermək olar. İnklüziv təhsilin əsasında dayanan ideologiyaları müəyyən edin. Bu, Time kitabında verilib. Xüsusi təlim ehtiyacları olan uşaqlar üçün ümumi təhsil müəssisələrində şərait yaratmaq bir bu, bütün insanlara eyni münasibəti təmin edib, diskriminasiyadan uzaq tutmaq bir də bu. Oldu 1-3. Cəlb etmə nə üçün öyrənirik? Təqdimat nə öyrənirik? Fəaliyyətdə necə öyrənirik? Baxın, cəlb etmə nə üçün öyrənirikdir? Təqdimatda nə öyrənikdir? Fəaliyyətdə də necə öyrənirikdir? Müəllim dərsi gec qavrayan şagirdlər üçün sağlam mənəvi mühit təmin edir. Nümunədə sağlam mənəvi mühit təmin edirsə, bu olur inklüziv təlim və şagirdin sağlamlığını nəzərə alırsa, dəstəkləyirsə, sağlam sinif otağı, psixoloji sinif otağı yaradırsa, bu dəstəkləyici mühitin yaradılmasıdır. Deməli oldu inklüziv təlim, dəstəkləyici mühitin yaradılması. C variantı.